sonra mən çəkilmədim. Çünki eyni rolları təklif edirdilər. Ya müəllimədir, ya eyni səpkidə rollardır. O da düşünürəm ki, bəzi rejissorların başqa bir ifa görmək istəməməyidimi, aktyordan gözləməməyidimi, hansı bir yoxlamaq bir şey, onlar olmadı deyəni mənə maraqsız oldu. Bu seriallarda onsuz da hansısa bir yüksək honorarlar yoxdur. Biz düzdür, ona da ehtiyacımız var. Amma ki, onun əvəzində heç olmasa bir ona uyğun rollar olmalıdır. Maraqlı, eyni şeydə işləmək adam bezir, yorulur. Yəni ki, mən heç nə qazanmıram mənəvi oradan. Yəni aktyor üçün də inkişaf getmir də. Bəli, dayanırsam, ona görə yəni mənim üçün maraqsız olur. Daydıq mənə əsəb gətirir və mən xəstələnə bilərəm.